deyilənə görə psixoloji problemlər var idi. Heç nə burada daxil deyil. Nəsə deyəsən basın mübahisəsi olmuşdu öz aralarında. Axşam saatlarında baş verən yanğın bir anda mənzili külə döndərdi və geriyə bu mənzərə görüntülər qaldı. Bəli, hadisə baş verib paytaxtın Xətai rayonu Məhəmməd Hadi 74 ünvanındakı çoxmərtəbəli binada. Bəli, binanın 3-cü mərtəbəsində yanğın başlayıb və digər mənzillərə ziyan dəyib. İddia olunur ki, yanğına səbəb mənzildə yaşayan vətəndaşlar arasındakı mübahisədir. Bəli, ailə üzvləri arasındakı mübahisə sonda bununla nəticələnib, ev yanaraq külə dönüb. Heç nə yanğın oldu. Birinci kişi deyilənə görə psixoloji problemlər var idi. Heç nə burada daxil deyil. Nəsə deyəsən basın mübahisəsi olmuşdu öz aralarında. Sonra heç nə evi yandırdı. Yəni kişi də ki sağ-salamat çıxarıldı oradan. Deməli məhəllədə idi biz. Gördük ki, bəzi səslər gəlirdi. Nəsə danqdunq, kimsə nəyisə vurur. Gördük ki, kişi əlində balta ilə şüşə şkafına gəldi, başladı sındırmağa da. Səs-küy qışqırır, pəncərədən deyilənə görə nəsə atmışdı da. İlk öncə deyəsən pərdəni yandırmağa çalışdı. Pərdə yanmadı, götürüb bütün paltarları yığdı elə bir qazın üstünə də. Heç şöyle onunla da evi yandırdı, özü də keçmişdi balkona. Bayılmışdı, su verildi, ilkin tibbi yardım göstərildi. Xeyr, özünə deyil. Bayılmışdı, amma ölməmişdi. Yəni özünə gəldi. Heç onunla da sıxdı getdi, apardılar. Təzə tibbi yardım apardı. Aralarında deyəsən mübahisə olub və ya da psixoloji problem olub. Nəsə belə bir şey haqqında deyilənə görə olub. Nəsə mübahisə olub ev üstündə deyilənə görə belə olub. Ki bəs ev kimə qalacaq? Axırda özü yandırdı da, heç bir şey müdaxilə olmadı, öz elədi hər şey. İddia olunur ki, mübahisə baş verir və mənzili də özləri yandırıblar. Heç hiss olunmuydu. Yaxşı qonşuydular, münasibət var idi. Burada kimlər yaşayırdı? Qoca kişi idi xanımı ilə, biraz ailə üzvləri çox idi da, bəli 5-6 nəfər idilər. Burada sakinlər deyir ki, mübahisə oldu, ondan sonra əşyalar atıldı aşağı. 3 ildən çoxdur yaşayıram, heç vaxt yəni mübahisə eşitməmişəm, dava falan olmayıb. Heç vaxt problem yaratmıyorlar, üzbəüz qonşu olmuşuq da normal.